Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslərin siyahısı genişləndirilir. News 24 xəbər verir ki, bu hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlara təklif edilən dəyişikliklər layihəsində öz əksini tapır. Layihədə Azərbaycan Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd News 24 açıqlamasında bu dəyişikliyin bəzi detallarını açıqlayıb. Azərbaycanda birincisi hərbi xidmətə çağırış yaş həddi əvvəl tamamilə fərqli yaş həddində idi. Sonradan bu yaş həddini 30-a endirdilər və digər tərəfdən müəyyən hərbi xidmətdə olanların məsələn əvvəllər 20 il məcburi idisə, bunu qaldırmışdılar, eləmişdilər 25 il müddətinə. Burada bir qaldırma məsələsi olmuşdu. Bundan əlavə Azərbaycanda məsələn nazir vəzifəsi, nazir postu vəzifəsində burada yaş məhdudiyyəti hesab edirəm. Məncə bildiyim qədərilə yoxdur. Yəni yaş məhdudiyyəti yoxdur. Amma məsəl üçün qərargah rəisi ilə bağlı məsələ belə deyil. Misal üçün 65 yaşı tamam olan qərargah rəisi, ordunun baş qərargah rəisindən gedir söhbət. Bunu prezidentin səlahiyyəti var ki, 2 dəfə bunun müddətini uzatsın. Ola bilsin ki, indiki mərhələdə müəyyən konkret şərtlər və yaxud da ki, qaydalar qoyulacaq ki, hansı yaş həddinə qədər onlar orduda xidmət edə bilərlər və hansı yaş həddindən sonra onlar ya ehtiyata dəstəyə buraxıla bilərlər. İndiki mərhələdə hesab edirəm ki, təbii ki, Azərbaycan ordusunda yaşı çox olan çox sayda general yoxdur. Yəni o qədər generalların yaşı hamısı demək olar ki, yaşlı generallar sayılmırlar. Amma hər halda bunu bir qaydası müəyyən edilməlidir. Ümumiyyətlə hesab edirəm ki, rotasiya sistemi əgər gətirilərsə, bu yaş məsələsi də hansısa bir formada sıradan çıxmış olacaq. Məsəl üçün, Türkiyə ordu modelinə keçir. Məsələn, Türkiyədə bilirlər ki, istənilən bir zabit orada bilir ki, əgər sabahları, məsəl üçün, quru qoşunları komandanı və yaxud da ki, 1-ci kolordu komandanı gəlirsə, o dərhal daha sonra onun baş qərargah rəisi və yaxud da ki, quru qoşunları komandanı olacaq. Yəni, başqa variant yoxdur. Bu belədir, yəni onlarda. Bizdə biraz fərqlidir, bu məsələlərə bir qədər fərqli yanaşırlar. Hesab edirəm ki, bütün bunların hamısını hesablayırlar və bununla bağlı hansısa ola bilsin addımlar atılacaq.